Neyrodermit nədir? Neyrodermit güclü qaşınma ilə müşahidə olunan və tez-tez residiv verən xroniki bir dəri xəstəliyidir. Ümumiyyətlə qaşınma ilə müşahidə olunan xəstəliklər neyrodermatozlar adı altında birləşdirilir. Bu gün isə neyrodermitdən danışaq. Neyrodermit məhdud və diffuz olmaqla iki qrupa bölünür. Məhdud neyrodermit nə ilə fərqlənir? Məhdud neyrodermitdə əlimizin, ovucumuzun çata biləcəyi sahələrdə, məsələn, bura aiddir boyun bölgəsi, qarın, aşağı ətraflar, qollar, yəni əlimizin çata biləcəyi bölgədə şiddətli qaşınma ilə müşahidə olunan və xəstəyə çox əziyyət verən bir dəri xəstəliyidir. Neyrodermitdə qaşınma səpkilərdən öncə meydana gəlir və çox güclü olur. Simptomları nədən ibarətdir? Pupulyöz səpkilərin meydana gəlməsi, lixinifikasiyalar, ekskariasiyalar, xəstəni narahat edən dəri qalınlaşması, kobudlaşması, bunlar hamısı neyrodermitin əlamətləridir. Şiddətli qaşınmaya bir neçə amil səbəbi ola bilir. Mexaniki toxunma, endokrin sistemdə baş verən pozğunluqlar və sinir sistemində baş verən pozğunluqlar. Qaşınmalar tutma şəklində olur. Ona görə də xəstə həmişə gərgin vəziyyətdə olur. Qaşınmadan sonra dırnaq izləri, yəni ekskariasiyalar müşahidə olunur xəstənin bədənində. Ümumiyyətlə, əgər bu simptomlardan hansısa birisini özünüzdə hiss edirsinizsə, vaxtında dermatoloqa müraciət etməyiniz məsləhətdir. Çünki dediyim kimi dəridə olan qaşınma xəstəlikləri neyrodermatozlar adı altında böyük bir qrup şəklində birləşdirilir. Sadəcə olaraq differensial diaqnostika üçün dermatoloqa müraciət edin.